Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün hədəf nəşri biologiya test toplusundan yosunlar, mamırlar, qıcıkimilər bölməsinin 12, 22, 23-cü sualdan başlayaraq 30-cu suala qədər olan test tapşırıqlarının izahını vermək istəyirəm. 23-cü sualda deyilir ki, xlomidamənada cinsi çoxalma zamanı əmələ gələn qamet, zigot və yeni yosunların cəmi 140 olmuşdur. Neçə yeni xlomidamənada əmələ gəlmişdir? Demək, xlomidamənadanın çoxalmasında, yəni cinsi çoxalmasında iki qamçılı qametlər cüt-cüt birləşir, əvvəlcə zigot əmələ gəlir. Zigot əlverişsiz mühiti keçirdikdən sonra meyoz yolla bölünür və 4 yeni hüceyrə əmələ gəlir. Diqqət eləsək görərik ki, bunların cəmi, yəni 2 qamet, üzərinə gələk 1 zigot və 4 fərd, bunların cəmi 7 olur. Əgər bunların cəmi 7 olduğu zaman 4 dənə yeni xlomidamənada əmələ gəlirsə, bunların cəmi, yəni qamet, zigot və alınan fərdlərin cəmi 140 olarsa, x qədər xlomidamənada əmələ gələ bilər. Tənasübü həll eləyirik, x-in qiyməti 80-ə bərabər olur. Yəni, doğru cavabımız olur Y variantı. 24-cü suala baxırıq. Sualda deyilir ki, ulotriksin cinsi çoxalması zamanı əmələ gələn qamet, zigot, yeni ulotrik saplarının cəmi 280 olmuşdur. Yeni əmələ gələn ulotrik sapında neçə ağ hüceyrə olar? Demək, ulotrik sapında ağ hüceyrənin sayı elə sapın öz sayına bərabərdir. Çünki hər bir ulotrik sapında yapışmağa xidmət edən, xromatoforu və nüvəsi olmayan rəngsiz, yəni ağ hüceyrəsi olur. Bu zaman baxırıq, iki qamçılı qametlər birləşir cinsi çoxalma zamanı. Əvvəlcə zigot əmələ gəlir. Zigot isə əlverişsiz mühiti keçirdikdən sonra 4 hüceyrə əmələ gəlir. Zigotun, qametin və əmələ gələn fərdlərin sayı 7 olduğu zaman demək 4 ulotrik sapı və 4 ağ hüceyrə əmələ gəlir. 7-yə 4-dürsə, onda 280-ə də x olur. X-in də qiyməti həll elədiyimiz zaman demək 160-a bərabər olur. Doğru cavabımız olur D variantı. 25-ci suala baxırıq. Sualda deyilir ki, şəkildə verilən bitkilərin hansı nömrə ilə işarələnmiş hüceyrələrinin xromosom dəsti haploiddir? Yetkin bitkinin rizoidi, gövdəsi və yarpağı haploid xromosom dəstinə malik olur. Amma qutucuq və qutucuq ayaqçığı diploid xromosom dəstinə malik olur. Bizdən haploid xromosom dəstinə malik olanları istədiyi üçün rizoid, gövdə və yarpağı götürə bilərik. Yəni 1, 2, 3. Doğru cavabımız olur A variantı. Növbəti sualda deyilir ki, şəkildə göstərilən bitkilərinin hansı nömrə ilə işarələnmiş hüceyrələri diploid xromosom dəstinə malik olur? Sözsüz ki, qutucuq ayaqcığı və qutucuq, yəni 4 və 5 diploid xromosom dəstinə malik olur. Doğru cavabımız olur C variantı. 27-ci sualda deyilir ki, adi şamın hansı qozalarında qatran maddəsi olur? Dişi qozaların hamısında qatran maddəsi ola bilər. Baxırıq, bir sarımtıl yaşıl qozalardır. Bu erkək qozadır. Burada qatran ola bilməz. Amma qonur dişi, yaşıl dişi, qırmızımtıl dişi qozalar olduğu üçün 2, 3, 4-də qatran ola bilər. Bu da B variantına uyğun gəlir. 28-ci suala baxırıq. Sualda deyilir ki, adi şamın hansı rəngli qozasında zigot əmələ gələ bilər? Bu, yaşıl qozalardır. Yalnız yaşıl qozalarda zigot əmələ gəlir. Nə üçün? Çünki 3 növ dişi qoza olur adi şamda. Qırmızımtıl qozalarda tozlanma prosesi, yaşıl qozalarda mayalanma, zigotun əmələ gəlməsi prosesi olur. Amma qonur qozalarda isə toxumlar yetişir. Yəni, doğru cavabımız olur B variantı. 29-cu sualda deyilir ki, Euler-Venn diaqramına əsasən doğru olanları seçin. Qıcının qeyri-cinsiyyətli nəsli bu yetkin qıcıdır, yəni X yetkin qıcıdır. Qıcının cinsiyyətli nəsli isə protaldır bildiyimiz kimi. Demək, indi tapşırıqlara baxaq, yəni nömrələrə baxaq. Bir də deyir ki, bilavasitə zigotdan, spordan əmələ gəlir, bu protaldır. Protal bilirik ki, spordan əmələ gəlir. Bilavasitə zigotdakı rüşemdən inkişaf edir, bu yetkin fərddir. 2-ni X üçün yazırıq.
Vegetativ orqanları var. Yetkin bitkinin vegetativ orqanları ola bilər. Qamet əmələ gətirir. Protal qamet əmələ gətirə bilər. Çünki protal cinsi nəsildir. Somatik hüceyrəsi mitoz bölünmə ilə əmələ gəlir. Demək, somatik hüceyrəsi deyirsə, hər ikisində mitoz bölünmə ola bilər. 5-i Z üçün yazırıq. Rizoitiv var. Protalın rizoiti ola bilər. Demək, doğru cavabımız olur. X üçün 2, 3, Z üçün 5, Y üçün 1, 4, 6-nı yaza bilərik. Doğru cavabımız oldu A variantı. 30-cu suala baxırıq. Sualda deyilir ki, ulotriksin cinsi çoxalması zamanı əmələ gələn yeni ulotrik saplarının sayı mayalanmada iştirak edən qametlərin sayından 80 ədəd çox olmuşdur. Cinsi çoxalma prosesində iştirak edən qamet, sugot və yeni yosunların saylarının cəmini tapın. Baxırıq, ulotriksin cinsi çoxalması zamanı iki qamçılı qametlər biri-biri ilə birləşir, zigot əmələ gəlir. Zigot əlverişsiz mühiti keçirdikdən sonra meyoz yolla bölünür və 4 yeni fərd əmələ gəlir. Demək, baxırıq, burada əmələ gələn fərdlər qametlərdən 2 ədəd çoxdur. Yəni, bunlar arasındakı fərq 2 ədəd çox olduqda qametin, zigotun və əmələ gələn fərdlərin cəmi 7-yə bərabər olur. Qametlər zigotdan əgər, demək, 80 ədəd çox olduqda isə qamet, zigot və yetkin fərdin cəmi X-ə bərabər olur. X da bərabərdir 280 olur. Yəni, doğru cavabımız olur C variantı.